Hər bir referendum üzrə təşkilat qrupunun nəzərinə çatdırıram ki, burada iştirak edən nümayəndələrinin hər bir referendum üzrə təşkilat qrupu üçün ayrılmış efir vaxtı referendum aktı layihəsinin seçicilərə tam çatdırılmasını mümkün edən qaydada aparılmalıdır. Respublikaçılar Təşkilat Qrupunun səlahiyyətli nümayəndəsi Arif Hacılı, buyurun. Axşamınız xeyir, hörmətli xanımlar və bəylər. Ötən dəfə burada Müsaad Partiyası Başqanı İsa Qəmbər və Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu tərəfindən bir neçə məsələ qaldırılmışdı. Nə ötən dəfə o suallara, məsələlərə cavab verilmədi. İndi də mən gördüm bəzi cəhdlər oldu, ancaq heç bir hüquqi cavab, təəssüf ki, bu cavablar hüquqşünaslar tərəfindən səsləndi, ancaq hüquqa dəxli olmayan cavablar verildi. Belə bir iddia irəli sürülür ki, güya Azərbaycanda bu referendumun keçirilməsi Azərbaycan xalqının sifarişi vasitəsilə olub. Ancaq hətta bugünkü hakimiyyətin xarakterinə uyğun olan bu zəhmətkeş məktubları, zəhmətkeş toplantıları belə keçirilmədi. Heç Yeni Azərbaycan Partiyasının strukturlarının, tutaq ki, rayon təşkilatlarının bu tələbi irəli sürdüyünün şahidi olmadıq. Yəni biz gördük ki, bu təklif, mən xatırlayıram ki, ilk olaraq Fəzail Ağamalı tərəfindən irəli sürülmüşdü. Sonra da Yeni Azərbaycan Partiyasının rəhbərliyinə daxil olan bəzi şəxslər bu məsələni parlamentdə qaldırdılar və orada olan Yeni Azərbaycan Partiyasının çoxluğu deməli bu qərarı qəbul etdi. Yəni o fikrin səslənməsi ki, güya prezident seçkilərindən sonra hətta burada iddia olunur ki, hətta 13-cü ildə də İlham Əliyevin prezident seçilmək imkanı olduğu bir halda indiki bu problemlər dövründə xalq tərəfindən bu bir referendumun keçirilməsi tələbi irəli sürülə bilməzdi, sürülməmişdi və bu fikir yalandır. Başqa bir tərəf referendumun qeyri-qanuni ilə bağlıdır. Bu referendum Azərbaycan Konstitusiyasına uyğun olan şəkildə keçirilmir. Burada iddia olundu ki, Azərbaycan xalqı istənilən məsələni referendum vasitəsilə həll edə bilər. Bəli, Azərbaycan xalqı 95-ci ildə bu məsələni referendum vasitəsilə həll edib. Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsində göstərilir ki, Konstitusiyaya əlavələr parlamentin 95 nəfərdən ibarət səs çoxluğu ilə həll edilə bilər və hər iki səsvermə keçirilməlidir və iki səsvermə arasında 6 ay müddət olmalıdır. Eyni zamanda 158-ci maddədə göstərilir ki, Konstitusiyaya deməli, Konstitusiyanın birinci bölməsinə əlavələr təklif edilə bilməz. Bu, ümumxalq səs verməsi yolu ilə həll olunmuş məsələdir. Yəni, ona görə də bugün Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi haqqında belə bir aktın tələsik ortaya çıxarılması hüquqa, Azərbaycan Respublikasının Konstitusiyaya ziddir. Başqa bir məsələ ondan ibarətdir ki, bugün bu referendumun keçirilməsi Azərbaycan xalqının mənafələrinə ziddir. Burada Amerika Birləşmiş Ştatları nümunə göstərildi. Mən elə gəlir ki, biz başqa yerlərdən nümunə götürmək barədə düşünməməliyik. Elə Azərbaycanın öz nümunələri var. Ötən əsrin əvvəllərində Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Azərbaycanda respublika qurulmuşdu və bu Azərbaycanda respublika qurulanda bütün şərqdə analoqu olmayan bir respublika idi. Azərbaycanda o dövrün müsavatçıları, Məhəmməd Əmin Rəsulzadə hökuməti, həmin dövrün Milli Məclisi vətəndaşlara, qadınlara səs vermə hüququ verəndə Amerika Birləşmiş Ştatlarında qadınların səs vermə hüququ yox idi. Siz tendensiyalara fikir verin. Deyirsiniz ki, Amerikada belə bir qanun var idi, sonra ləğv olundu, prezidentliyə limit qoyuldu. Bəli, bir çox qərb ölkələrində, o cümlədən Avropa ölkələrində əvvəllər limit olmayıb prezidentlik müddəti ilə əlaqədar, sonralar bu limit tətbiq edilib. Ancaq başqa ölkələrdə əks proses gedir. Ugandada, Zimbabvedə, Türkmənistanda başqa istiqamətdə proses gedir. Bu yaxınlarda elə deməli Hugo Chavez belə bir referendum keçirərək o limitin aradan qaldırılmasına nail oldu. İndi biz hansı yolla gedirik? Avropa yoluyla mı gedirik? Yoxsa biz Ugandanın, Zimbabvenin, Türkmenistanın yoluyla mı gedirik? Əsas məsələ budur və bizim yanaşmamızda başlıca fərq mənə elə gəlir ki, bundan ibarətdir. Bu baxımdan referendum Azərbaycan xalqının mənafələrinə uyğun deyil. 6 dəqiqə 14 saniyə vaxtınızdır. Hörmətli tamaşaçılar, özünüz buradakı vəziyyəti görürsünüz və sistemli şəkildə bizə saniyələri xatırladırlar. Təəssüf ki, Azərbaycanda biz hansısa saniyələr ərzində sizinlə danışmaq imkanı əldə edirik və həmin dövrdə də bizim hər bir sözümüzə görürsünüz ki, 7 nəfər tərəfindən cavab verilir. Ancaq həqiqəti danışmaq çox asandır. Burada hüquqşünaslar çıxış edirlər, müxtəlif maddələrdən danışırlar. Mən konkret maddələrin adını çəkirəm. Azərbaycan Respublikasının vətəndaşları referendumda qəbul etdiyi Konstitusiyasının 156-cı maddəsinin 95-ci maddəsində göstərilir ki, Konstitusiyaya əlavələr parlament tərəfindən həyata keçirilir. 158-ci maddəsində göstərilir ki, Konstitusiyanın birinci bölməsinə əlavələr təklif edilə bilməz. Mən bu maddələrdən danışıram.
Və məsələni başqa tərəflərə aparmaq, başqa tərəflərə çəkmək lazım deyil. Yəni, konstitusiyaya hörmət eləmək lazımdır, qanunlara hörmət eləmək lazımdır. Burada qeyd olundu ki, kimlərinsə abidələri qoyulmur. Bəli, kimlərinsə abidələri qoyulmur. Bakıda Cəfəridzənin də abidəsi var, heykəli var. Bakı şəhərində 31 mart soyqırımı günü Şamiyanın evində gizlənmiş adamların da abidələri var, heykəlləri var. Ancaq Bakı şəhərində bu respublikanın qurucusu olan Məhəmməd Əmin Rəsulzadənin abidəsi, heykəli yoxdur. Bu şəhərdə, bu ölkədə Azərbaycanın ikinci dəfə müstəqilliyinin bərpa olunması hərəkatına rəhbərlik etmiş Əbülfəz Elçibəyin abidəsi, heykəli yoxdur. Elçibəyin dəfn mərasimində 100 minlərlə adam iştirak eləyirdi. Budur Azərbaycan xalqının Əbülfəz Elçibəyə münasibəti. Ancaq abidələri hökumət qoyur, abidələri hələlik xalq qoymur. Və mən hesab edirəm ki, bu şəxsiyyətlərin, çıxın küçədə soruşun. Əhalinin 90%-dən soruşsanız ki, Azərbaycanın bütün tarixinin ən böyük siyasətçisi kimdir? Məhəmməd Əmin Rəsulzadənin adını çəkəcəklər. Amma Məhəmməd Əmin Rəsulzadənin 125 illiyinin də normal şəkildə qeyd olunması bu ölkədə təşkil olunmadı. Yəni, ölkənin bu vətəndaşlara münasibəti bundan ibarət. Ölkə hakimiyyətinin vətəndaşları münasibəti bundan ibarət. Burada deyildi ki, kəsilən lentlərlə nə bilim nələr eləmək mümkündür və s. Hər öz səviyyəsinə uyğun danışır və yaxşı ki, biz canlı yayındayıq və Azərbaycan xalqının kimin nə dediyini, nə danışdığını qiymətləndirmək və o adamların, o sözü deyənlərə nə qiymət vermək imkanları mövcuddur. Bu yaxınlarda mən İlham Əliyevin bir çıxışına qulaq asdım. O dedi ki, Qarabağ problemindən başqa bütün problemləri həll etmişəm. Əvvəla dünyada elə bir ölkə yoxdur, elə bir cəmiyyət yoxdur ki, orada bütün problemlər həll olunsun. Problemlər həmişə mövcud olur və həmişə zaman-zaman problemləri həll etmək lazımdır. Ancaq mən sual verirəm, hansı problemlər həll olunur? Təhsildəki problemlər mi həll olunub? İndi hətta texnikuma daxil olmaq üçün repetitor yanına getmək lazımdır. Orta təhsil müəssisələri faktiki olaraq uşaqların, bizim övladlarımızın təhsil almasına maneçilik törədən bir strukturlara çevrilibdir. Hətta məktəb direktorlarının övladları repetitor yanına getməlidirlər ki, ali təhsil məktəblərinə imtahan verə bilsinlər. Səhiyyə sahəsində güya sizin xəbəriniz yoxdurmu ki, ölkədə bir tibb bacısı vəzifəsini almaq üçün 5000 manatdan başlayaraq rüşvət vermək lazımdır. 10 minlərlə həkim işsizdir, çünki onlardan həkim işini düzəlmək üçün 30 mindən 50 minədək rüşvət istəyirlər. Sizə məlum deyilmi ki, Bakının bir çox yerlərində insanların evləri yıxılır? Elə indinin özündə o Qanlıgöl ətrafındakı yaşayış massivində, Sulutəpə yaşayış massivində, Masazırda, Suraxanıda, Sabunçuda kəndlərə gündə bir başından, bir ayağından buldozer sürürlər və onları stres içində yaşayırlar. İnsanlar iş yerlərini itirmək təhlükəsi altında yaşayırlar. İnsanlar hər gün nə vaxt gəlib onların evlərini yıxacağınızı gözləyirlər. Siz bilmirsinizmi ki, rəsmi statistikaya görə ötən il 2008-ci ildə 554 min nəfər iş yeri dalınca Rusiyaya gedibdir. Bu rəsmi statistikadır. Bəs Ukraynaya gedənlər, Türkiyəyə gedənlər, başqa ölkələrə gedən. Belə olan halda Azərbaycanda güya 700 min iş yerinin açılmasını iddia etmək olarmı? Yəni, bu cür vəziyyət, bu cür şərait olan ölkədə problemlərin hamısının həllindən danışmaq mümkündür. Orta və xırda biznesdən insanlar məcbur olub məşğul olurlar. Kənd təsərrüfatı sıradan çıxıb, Azərbaycanda zavodlar yox, fabriklər yox, iş yerləri yox. İnsanlar xırda bizneslə, ticarətlə məşğul olurlar. Vergi orqanları onların işləməyinə imkan verirmi? İldə 10 min, 15 min ən balaca mağazadan da haqq toplayırlar. Bunu bütün Azərbaycan vətəndaşları bilir, bütün Azərbaycan xalqı bilir. Bunu siz bilmirsiniz. Sizin bundan, Azərbaycanda olan vəziyyətdən, yəni orta biznesin məhv olmasından, kənd təsərrüfatının bir təsərrüfat sistemi kimi, iqtisadiyyat sistemi kimi çıxmasından sizin xəbəriniz yoxdur. Və bütün bu şəraitlər çərçivəsində siz əgər hesab edirsinizsə ki, Azərbaycanın problemlərini həll etmişsiniz, siz yanılırsınız. Azərbaycan problemləri həll olunmur. Əksinə, Azərbaycanın problemləri dərinləşməkdə davam edir. Ali təhsil sistemindəki problemlə bağlı bircə fakt demək istəyirəm ki, İslam ölkələri liqasına daxil olan 150 yaxşı ali məktəb sırasında Azərbaycandan heç bir ali məktəb yoxdur, təəssüf ki. 554 min Azərbaycan vətəndaşının Rusiya iş dalınca getməsi rəsmi statistikadır. Bu mənim fikirlərim deyil. Mən seçicilərə, xüsusilə Azərbaycan gənclərinə müraciət edirəm. Burada deyildi ki, biz onların gücünü qəbul etmirik. Onlar güclüdürlər, onların milyardları var. Onlar dövlət aparatından xalqa qarşı zorakılıqla istifadə edirlər. Ancaq biz mübarizənin önündəyik, mübarizəni dayandırmamışıq. Azərbaycan gəncliyi eşit və bil. Bu ölkə sənindir, bu ölkənin ərazisi də sənindir. Bu ölkənin ərazisini qoru, əhalisini qoru, bu ölkənin sərvətləri də sənindir. Bu ölkənin hakimiyyəti də sənindir. Öz ərazinə, əhalinə sahib çıx, öz sərvətlərinə hakim çıx, öz respublikana hakim çıx.
Böyük öndər Məhəmməd Əmin Rəsulzadənin qurduğu respublikanı qoru, monarxiyaya yoxdur, sülalə rejiminə yoxdur, referenduma yoxdur. Mənim çağrışım bundan ibarət.